Rahmanirrahim, qabil təvəccüh məsulini muhterem Şəhristan-ı Məlkan, Fərmandari Şəhristan-ı Məlkan, Cəhad, İmur-Ab. Qardaş, biz 3 ildir qışqırıyıq deyik, bu çorablaq dərəsinə bir fikr eləyin. 5 dəqiqə Allahın neyməti gələndə həyyə sel götüyü, yol bağlanır, yola xəsarət dəy, Kəşavərzə xəsarət dəy. Sübh saat 8-dən gəlirsiniz idarəyə, saat 2-yə kimin qonaq bacı oynuyorsunuz. Bu idarədə, səy o idarədə yığışırsınız, qonaq bacı oynuyorsunuz. Ya düşmüşsünüz bir tane ağanın dalına, ya düşmüşsünüz bir tane hanımın dalına. Baba, sen bile əvvəlfəziniz bu yola bir fikr eləyin. Bu dərənin suvuna bir fikr eləyin. Kəşavərz beynavadır, yazıqdır. Bu tərəfdən də yol bağlanır. İndi Xuday nəkərdə bu sel qəvi olsa, bu sel çoxalsa, bu maaşınlar sel apaya neçə nəfər burada ölərlər. Niyə yuxudan oyanmırsınız? Niyə olan siz üz üstəyəm, niyə qanmırsınız? Gelin buraya bir fikr eləyin, bu çorablaq dərəsinə bir fikr eləyin. Ulan 5 dəqiqə yağış yağır, həyyə sel götürür, Kəşavərzə zərəl dəy, yola zərəl dəy. İndi bu da yol bağlanıbdır. Abi yol bağlanıb, maşın duyub oyda. Sən bilə əvvəlfəziniz anın. Ay fərmandar, ona buna yaltaqlıq eləməkdən heç zad olmaz. 5 günün qonağısan bu şəhidə. Bir dənə yadigar qoy çıx getkinən. Reis-i Cəhad, Reis-i İmur-Ab. Niye yatmışsınız, haydasız da siz? Bu mərdum, bu Kəşavərzin günahı nədir ki, göyə sizin bir məsuliyyətinizə göyə bir biləmə xəsarət göyələk. Sən bilə Allah, bax ki, bu müsibətdir, bu gedi mərdumun bağına, bir bax. Bu mərdumun musibəti, bu xəsarəti kim cavabı olacaqdır? Sən yatmışsan evində, Beynava Kəşavərz, yazıq oldu, bədbəxt oldu, sən ayda hüququ alassan, heç işlə göyməysən, işin fəqət qonaq bacı oynamadır. İndi mən 3 ildir qışqırıyam deyəm müsəlmanlar, bu çorablaq dərəsinə bir fikr eləyin, amma heç birinizin hesaba da qoymuyorsunuz, əslən ehtivizə deyil. Ay, bu hükümdə nə iş qoymuyorsunuz? Bax, bu maaşından bir hissələ baysa kim cavabı olacaqdır? Allah sizi oyatsın inşallah.